Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində Beynəlxalq Sülh və Əməkdaşlıq şəraitində qayıdış hüququ adlı beynəlxalq elmi konfrans keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı, ardınca ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Qərbi Azərbaycanlıların deportasiya tarixi və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərinin yer aldığı film nümayiş etdirildi. İndiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların öz evlərinə qayıda bilməməsi bu bölgədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrıseçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Konfransı giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Millət-vəkili Əziz Ələkbərli bildirdi ki, Qərbi Azərbaycanlıların ləyaqətli qayıdış hüququ beynəlxalq hüququn təmin etdiyi fundamental insan haqqıdır və bu mövzuda elmi müzakirələrin aparılması böyük əhəmiyyət kəsb edir. O qeyd etdi ki, icmanın əsas fəaliyyət sənədi olan Qərbi Azərbaycana qayıdış konsepsiyasında da göstərildiyi kimi, icma öz fəaliyyətində ölkə daxili və beynəlxalq hüquqa əsaslanır. Qərbi Azərbaycan icmasının əsas hədəfi insanların öz doğma yurtlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir. Hörmətli konfrans iştirakçıları, elə hesab edirəm ki, bugünkü konfransımızda hüquqşünaslarımızın, möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində bölgədə yaranmış yeni reallıqlar şəraitində soydaşlarımızın qayıdış hüququ barədəki mülahizələrinə icmamızın da çox böyük ehtiyacı var. Ardınca Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru Professor Zahid Cəfərov beynəlxalq hüquqda qayıdış hüququ mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə qayıdışın hüquqi bazaları, dövlətlərin öhdəlikləri və mövcud beynəlxalq mexanizmlər təhlil olundu. Bildirildi ki, konfransın əsas məqsədi Qərbi Azərbaycandan deportasiya olunmuş insanların doğma yurtlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququnun elmi hüquqa aspektlərinin hər tərəfli araşdırılmasıdır. Bugünkü qayıdış hüququ demək olar ki, BMT konvensiyaları çərçivəsində əsaslandırılacaqdır və eyni zamanda Qərbi Azərbaycana qayıdış hüququ həm siyasi müstəvidə, həm də beynəlxalq hüquq normaları çərçivəsində əsaslandırılacaqdır və qeyd eləmək istərdim ki, bir neçə gün bundan öncə Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin deməli Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı bir daha bizə əsas verdi ki, Qərbi Azərbaycana qayıdış demək olar ki, Azərbaycan Respublikasının əsas hədəflərindən, eyni zamanda Azərbaycan dövləti qarşısında duran prioritet istiqamətlərdən biri kimi nəzərdə tutulmuşdur. Və təbii ki, Qərbi Azərbaycanlılara qarşı aparılan bu siyasət, bu münasibət tarix boyu milli zəmində və məhv etmək niyyəti üzərində qurulduğu üçün məhz soyqırım adlandırılmalıdır. Təbii ki, bu proseslər sizə də çox yaxşı məlumdur ki, dəfələrlə təkrarlanıbdır. Ermənilərin soyqırım siyasəti davam edən siyasətdir və bu 1800-cü illərdən başlayıbdır və dəfələrlə çox böyük geniş vüsət alıbdır və 1904-5-ci illərdə, 1918-20-ci illərdə, eyni zamanda 1948-53-cü illərdə və sonuncusu isə 1987-91-ci illərdə həyata keçirilmişdir ki, və sonuncu deportasiya adı altında soyqırım nəticəsində demək olar ki, ermənilər etnik təmizləmə həyata keçirmiş və monoetnik dövlət yaratmışlar. Və təbii ki, cənab Prezidentin də qeyd elədiyi kimi, Qərbi Azərbaycanlılar üçün bu hüquqlar beynəlxalq konvensiyalar tərəfindən tanınır. Daha sonra panel çıxışları başladı. Birinci panel çərçivəsində Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev Qərbi Azərbaycan qaçqınlarının hüquqi statusu mövzusunda məruzə etdi.
O bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının müstəqillik aktı bəyan edir ki, Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cumhuriyyətinin hüquqi varisidir. Həmin dövrdə Ermənistanla bağlanan Batum müqaviləsinə əlavə olunan xəritəyə əsasən Zəngəzur bütövlükdə Azərbaycanın tərkibində olub. Şahin Əliyev beynəlxalq hüququn həqiqətə əsaslanmalı olduğunu, yazılan tarixin isə bütün sənədlərdən üstün tutulmalı olduğunu vurğuladı. Konfransda Avstriyanın Viyana Dövlət Universitetinin hüquq fakültəsinin nümayəndəsi dosent doktor Yeganə Məsimova beynəlxalq hüquqi müstəvidə Qərbi Azərbaycanlıların qayıdış imkanları və mövcud mexanizmlər barədə çıxış etdi. Sonra Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əfsər Sadıqov beynəlxalq hüququn əsas prinsipləri kontekstində deportasiya olunmuş Azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdış məsələlərini izah etdi. O qeyd etdi ki, işğal edilmiş ərazi işğalçıya keçmir və Azərbaycanlıların bütün hüquqi konvensiyalara əsasən haqq tələb etmək imkanı mövcuddur. Professor Sadıqov beynəlxalq hüquq praktikasından nümunələr gətirərək Ermənistanın təkrarlanan deportasiya və soyqırım aktlarına görə Avropa Məhkəməsi tərəfindən inzibati cəzaya məhkum olunmasının mümkünlüyünü qeyd etdi. Qərbi Azərbaycanla olan əhalinin başına gətirilənlər, xüsusən bu Sovet dönəmində başına gətirilənlər belə deməyə imkan verir ki, əhalimizin hüquqi təminatı üçün bütün deməli vasitələrdən istifadə edilməlidir və xüsusən də beynəlxalq hüquq praktikasında bu sahədə mövcud olan tədbirlər həyata keçirilməlidir. Bugünkü deməli bizim tədbirimizin, elmi konferansımızın da adında gördüyünüz kimi söhbət beynəlxalq sülh və əməkdaşlıq şəraitində əhalimizin Qərbi Azərbaycana qayıdışından bəhs edilir və bu da onu göstərir ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dediyi kimi biz Qərbi Azərbaycanlılar olaraq Qərbi Azərbaycana tanklar üstündə deyil, avtomobillərlə sülh və əmin-amanlıq şəraitində qayıtmağı nəzərdə tuturuq. Yəni bu da Ermənistan rəhbərliyini qorxutmamalıdır. Bu əhalinin belə deyək, doğal haqqıdır həmin əraziyə qayıtmaq, beynəlxalq hüquqla təsbit olunmuş hüquqlardır. Və şübhəsiz ki, Azərbaycan dövləti də yəni icmaya bu istiqamətdə göstərdiyi belə deyək, təqdim etdiyi imkanlar çox geniş formada artıq realizə olunmaqdadır. Xüsusən də bütün beynəlxalq danışıqlarda, diplomatik görüşlərdə də Qərbi Azərbaycanlıların sülh yolu ilə ləyaqətli formada təhlükəsizliyin təmin olunması şərti ilə Qərbi Azərbaycana qaytarılması təmin edilməlidir. Heç şübhəsiz ki, bu belə deyək, hüququn təmin edilməməsi müvafiq qurumlar, o cümlədən Ermənistan dövləti tərəfindən də müəyyən bir məsuliyyətin yaranmasına səbəb olacaq. Bu hüququn realizəsinə mane olacaq şəxslər üçün də fərdi cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası tərəfindən bu problemin gələcəkdə sülh müqaviləsi şəraitində də, yəni sülh müqaviləsinin perspektivdə bağlanması şəraitində də Azərbaycanlıların vətənlərində təhlükəsiz yaşaması ilə bağlı ayrıca bir deməli sülh müddəasının olması zəruridir. İkinci panel çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru professor Ramin Qaraqurbanlı qayıdış hüququ, regional təhlükəsizlik və beynəlxalq hüquqi məsələlər mövzusunda çıxış etdi. O bildirdi ki, Ermənistan ərazisindən məcburi çıxarılmış Qərbi Azərbaycanlıların qayıdış məsələsi hazırda qlobal miqyasda müzakirə olunan məcburi köçkünlük problemlərinin bir hissəsidir və bu insan hüquqlarının ən ciddi pozuntularından biridir. O vurğuladı ki, Qərbi Azərbaycanlıların geri qayıdışı təkcə ədalətin bərpası deyil, həm də bölgədə dayanıqlı sülhün və etimad mühitinin formalaşması üçün vacib addımdır. Ramil Qaraqurbanlı çıxışında məsələyə hüquqi aspektdən 4 istiqamət üzrə yanaşmasını təqdim etdi. Konfransda Türkiyədən dəvət olunan ekspert dosent doktor Atacan Bozyel işğal dövründə cinayət hüququnun tətbiqi və işğaldan sonraki hüquqi məsuliyyət məsələlərinə toxundu. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin professoru Xəyyam İsmailov qayıdışın tarixi hüquqi əsaslarını açıqlayaraq beynəlxalq konvensiyaların dövlətlərin üzərinə qoyduğu öhdəliklərdən danışdı. Türkiyədə yaşayan Qərbi Azərbaycan əsilli alim doktor Ünsal Dönməz isə Qərbi Azərbaycanlıların mülkiyyət hüquqlarının pozulmasının Avropa İnsan Hüquqları Məhkəməsi presedentləri əsasında təhlil
təhlilini təqdim etdi. O bildirdi ki, beynəlxalq hüquqa görə Qərbi Azərbaycan məsələsinin həllində tərəflərin həqiqətə əsaslanan dialoqa ehtiyacı var və bütün konvensiyalara əsasən Qərbi Azərbaycanlıların tələbləri qarşılanmalıdır. Bakı Dövlət Universitetinin Mülki Hüquq Kafedrasının müdiri Doçent Şükür Yusifov əhalinin köçürülməsi və mədəni hüquqların pozulması ilə bağlı mülki hüquqi məsuliyyət məsələlərini təqdim etdi. Ermənistanın deportasiya olunmuş Qərbi Azərbaycanlıların mülkiyyət hüquqlarının bərpa edilməsinə dair öhdəliklərini beynəlxalq sənədlər əsasında şərh etdi. Konfransın son məruzəsi Bakı Dövlət Universitetinin İnsan Hüquqları və UNESCO Kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru Daşqın Qəmbərov tərəfindən qayıdış konsepsiyası, hüquqi əsaslar, beynəlxalq öhdəliklər və praktiki mexanizmlər mövzusunda təqdim olundu. Çıxışlardan sonra Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri millət vəkili Məlahət İbrahim qızı, həmçinin idarə heyətinin üzvü professor Mahirə Nağı qızı konfrans iştirakçılarına təşəkkür edərək bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğuladılar. Təşkil olunan bu möhtəşəm tədbirdə, konfransda biz yenə də öz hüquqlarımızdan, yenə də bizim Qərbi Azərbaycandan məcburi surətdə çıxarılmış insanların haqlarından danışacağıq, uşaq haqlarından danışacağıq, qadın haqlarından danışacağıq, qadına uşağa dəhşətdən danışacağıq, şiddətdən danışacağıq və bizim ədalətlə öz torpaqlarımıza ləyaqətlə qayıtmağımızın əsaslandırmağa çalışacağıq. Təbii ki, bunu dünya hüquq müstəvisində qəbul etməlidir. Çünki biz öz doğum şəhadətnaməsi aldığımız torpaqlardan məcburi surətdə çıxarılmışıq. Yəni bizim haqqımız tapdalanıb, bizim hüququmuz tapdalanıb və bu ilki möhtəşəm ilimizin bu çox mənalı, çox məntiqli, çox dəyərli adlandırma ilə başlayıb və başa çatmaqda olan ilimizin əsas, bəlkə də son akordlar kimi də qəbul edərik bu ilin təbii ki. Amma hüquqlarımız, haqlarımız dünya müstəvisində, dünya hüquq müstəvisində təmin olunana qədər biz israrlıyıq. Biz öz ata-baba torpaqlarımıza qayıdacağıq. Heç kimin dünyada elə bir haqqı yoxdur ki, kiminsə gəlib yaşadığı evdən, isti ocağından ayırsın və onu məcbur eləsin ki, dağla, daşla, necə deyərlər, çöllərlə üz tutub hara gəldi getsin. Belə bir şey yoxdur. Bu bizim haqqımızın tapdalanmasıdır. Biz sivil və çox hüququ bilən, ədalətlə idarə olunan və ədalətlə idarə olunan bir dövlət olduğumuza görə öz haqqımızı, öz necə deyərlər, hüququmuz uğrunda mübarizəmizi davam etdirəcəyik. Konfransın yekununda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əzəl Əkbərli çıxış edərək qaçqınların və məcburi köçkünlərin statusu haqqında qanuna yenidən baxılması üçün Milli Məclisə yeni layihənin təqdim edilməsinin vacibliyini qeyd etdi. Sədr bu məsələdə Qərbi Azərbaycanlı hüquqşünasların və Qərbi Azərbaycan İcması Hüquq Komissiyasının layihənin hazırlanmasına dəstək verməli olduqlarını diqqətə çatdırdı. Sonda konfrans iştirakçıları və çıxışçılar arasında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı. Lamiyə Rövşənqızı, Bəxtiyar Nəsirli, Ceyhun Tarverziyev, Qərbi Azərbaycan televiziyası.